Ascon Holding şirkətlərindən olan Azərpoçt MMC-nin təşkilatçılığı ilə aprelin 15-16-sında Bakı şəhərində beynəlxalq filateliya üzrə işçi qrupunun görüşü keçirilib. Tədbir Post Europe ilə əməkdaşlıq çərçivəsində təşkil olunub və müxtəlif Avropa ölkələrinin poçt operatorlarının nümayəndələri, eləcə də Ümumdünya Poçt İttifaqı və Ümumdünya Filateliyanın İnkişaf Assosiasiyasının təmsilçilərini bir araya gətirib. 2 gün davam edən görüş zamanı filateliyanın inkişaf istiqamətləri, beynəlxalq əməkdaşlıq imkanları və poçt markalarının müasir rolu müzakirə olunub. Görüş çərçivəsində Avropa məkanlarının 70 illiyinə həsr olunmuş xüsusi proqram təqdim edilib. Ümumdünya Filateliyanın İnkişaf Assosiasiyasının sədri, Post Europe təşkilatının markalar və filateliya üzrə işçi qrupunun sədr müavini Stare Hüseynova qeyd edib ki, bu cür beynəlxalq platformalar filateliyanın inkişafına yeni yanaşmalar gətirməklə yanaşı, poçt operatorları arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir. Post Europe təşkilatında əməliyyatlar üzrə menecer Mayra Lodi isə çıxışında bildirib ki, Avropa markalarının yubileyi poçt operatorları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır və bu kimi təşəbbüslər gələcəkdə də davam etdiriləcək.